filan kəs filan tarixdə məndən 1000 manat borc aldı və söz verib ki, 5 aya qaytaracaq, artıq 6-cı aydır, 7-ci aya daxil olmuşuq, mənim borcumu geri qaytarmır. Burada hər hansı bir problem görmürük. Burada hər hansı bir şərəflə əlaqət alçaldılması yoxdur. Yəni belə bir şey deyim də, tutaq ki, biri-birindən borc alıb, bayaq öncə dediyim kimi pulu qaytara bilmir. Niyə qaytara bilmir? Qaytarmaq niyyəti yoxdurmu, yoxsa iqtisadi vəziyyətə görə? İqtisadi vəziyyət. Və sonra bir cümlə də əlavə edir. Bu normal bir haldır. Bir cümlə də əlavə edir. Yekə kişisən, gətir mənim borcumu qaytar. Yəni şəxsi fikrimdir, yəni burada heç bir şey görmürəm ki. Yəni. Həmin adam da sonra elə 7-ci ayda borcu qaytarıb. Bax bu cümlələrə görə onu yazan, yəni zamanında ona borcu verən şəxsə məhkəməyə verə bilərmi ki, sən mənim barəmdə, mənim icazəm olmadan mənə aid hansı informasiyanı cəmiyyətə təqdim etdin, ictimailəşdirdin? Mən düşünürəm ki, iddia verə bilər təbii ki. Müəyyən tərəfini irəli sürə bilər. Belə olan halda o sübut etməlidir ki, o məlumatın paylaşılması ilə həmin şəxsə hansı zərər vurulub.